Bəli, Şəki şəhəri, Olimpiya mərkəzi, bədii gimnastikanın zərifliyi, gücü və milli qürurumuzun birləşdiyi bir məkana çevrilib. Qeyd edək ki, burada 3-cü MDB oyunlar çərçivəsində bədii gimnastika üzrə 9 komanda, 9 ölkənin 86 idmançı qızları yarışacaq. Qeyd edək ki, MDB ölkələri ilə yanaşı Kuba və Türkiyə yığması da burada iştirak edəcək. Kuba yığması bədii gimnastika üzrə ənənəvi olaraq güclü idmançılıq qızları çıxış edəcək. Türkiyə yığması da son illər güclü performans göstərir. Onlar batut yarışlarında 3-cü yeri tutdular və onu göstərir ki, Azərbaycan yığmasının rəqibləri çox güclüdür. Qeyd edək ki, Şəki Olimpiya Mərkəzində keçirilən oyunlarda, həm fərdi proqramlarda, həm də qrup hərəkətlərində idmançıların ustalığı üzə çıxarılacaq. Münsiflər heyəti hər çıxışı musiqiyə uyğunluq, incəlik və artistlik baxımından qiymətləndirəcəklər. Bildiyiniz kimi Azərbaycan artıq bədii gimnastikada dünya miqyasında tanınır və MDB yarışları yeni istedadların üzə çıxmasına və gələcək çempionların formalaşması üçün böyük bir imkandır və beləliklə gimnastların çıxışları həm peşəkarların, həm də tamaşaçıların böyük marağına səbəb olacaq. Qeyd edək ki, ilk çıxışları siz görürsünüz və bir daha qeyd edim ki, Şəkidə MDB oyunları çərçivəsində 3 idman növü üzrə yarışlar keçirilir. Artıq bir idman növü üzrə, yəni batut yarışları sona çatıb. Orada da yığmamız çox güclü oyun göstərdi və qızıl, gümüş, bürüş medallar əldə etdik. Digər məkanda isə Şəki Mərkəzi stadionda hal-hazırda da yarışlar davam edir. Köfkən yarışları, milli at üstü oyunumuz və orada da Azərbaycan yığması artıq final mərhələdədir. Sabah final yarışları olacaq. Bizdə bu saata bu qədər. Söz sizdədir.